131-ci sualdan davam edək. Demək, sehirləmək sözü. Sehirləmək formasında tələffüz olunur. Səhv fikirlər istəyir bizdən. Hərf və səslərin sayı bərabərdir. Səhv fikirdir. Çünki burada h və r samitlərin arasına i saytı artırılır. L və m samitləri, burada l yoxdur. Yəni biz saytlar, samitləri təhlil edərkən deyilişə baxmalıyıq. Deyilişdə l yoxdur. Ona görə 2-yi də götürürük. İş samiti işlənmişdi. Bəli, işlənibdi. 3 düzdür. İncə saytların ahəngi gözlənmişdi. Bəli. 4 sayt, 4 heca vardı. Biz sözdə neçə heca olduğunu bilmək üçün sözün yazılışına baxmalıyıq. Yəni yazılışda neçə sayt varsa o qədər heca var. Yazılışda 3 sayt var. Demək 4 heca yox, 3 heca var. Saytların sayını bilmək üçün deyilişə baxmalıyıq. Bəli, 4 sayt var. Çünki deyilişdə 4 dənə sayt olmuş olur. 4 sayt var, amma 4 heca yox, 3 hecadır. Ona görə 5-ci fikri səhv götürürük. Cavabımız 1, 2 və 5. 132. Zülmkar sözünün fonetik xüsusiyyətlərlə bağlı səhv fikirləri müəyyən edin. Sözün düzgün deyilişi zülmkar formasındadır. Yazılışı ilə deyilişi fərqlənmir, amma fərqlənir. L-damın arasına ö artırılır. Bir səhvdir. 3 sayt, bəli, deyilişə baxırıq ki, 3 dənə sayt var. 2 heca, bəli, yazılışa baxırıq ki, 2 heca var. İkinci fikir düzdür. 3 hecalı yox, 2 hecalı sözdür. Çünki yazılışda 2 sayt var. Ahəng qanuna tabe deyil, bəli. Çünki həm qalın, həm incə var. Bir dodaqlanan yox, 2 dodaqlanan sayt var. Cavabımız olmalıdır 1, 3 və 5. 133. İttifaq. İttifaq formasında tələffüz olunur. Ahəng qanuna tabe deyil, bəli. Yazılışı ilə deyilişi fərqlidir, bəli, fərqlidir. Saytlərdən biri uzun tələffüz olunur, xeyr, heç bir uzanma yoxdur. D samiti, t, q samiti isə k samitinin cingiltili qarşılığıdır. Demək, d samiti t. Baxın, burada deyir q samiti. Sözdə q yoxdur axı. Ona görə q-nı təhlil etmək düzgün deyil. 4-ü götürürük. Yazılışı ilə tələffüzü arasında bir fərqli məqam var. Bir yox, 2 fərqli məqam var. Qoşa t-ların biri d-ya çevrilir. Q da k kimi tələffüz olunur. 3, 4, 5. Yaşayaraq sözünə baxaq. Yaşayaraq formasında tələffüz olunur. Hərf və səslərin sayı bərabərdir. Bəli, hərf və səslərin sayı bərabərdir. Bu düzdür. Vurğu sözün 3-cü hecasındadır. Yaşayaraq. Bəli. 3-cü hecasındadır. Bu da düzdür. Cingiltili samitdən başlayıb cingiltili samitlə bitir. Cingiltili samitdən başlayır. Amma deyilişə baxmalıyıq əlbəttə ki, kar samitdən bitir. Ona görə 3 səhvdir. 2 açıq, 2 qapalı sayt vardı. Xeyr. 3 açıq, 1 qapalı sayt vardı. 4-ü götürürük. Qarşılığı olmayan 2 samit işlənmişdi. Qarşılığı olmayan cəmi bircə dənə r samiti işlənibdi. Cavabımız olur 3, 4 və 5. 135. Ürək açan sözünün fonetik xüsusiyyətlərlə bağlı düzgün fikirləri müəyyən edin. Yazılışı ilə deyilişi fərqlidir. Bəli, sözün yazılışından deyilişi fərqlidir, düzdür. Saytlərin hamısı açıq və dodaqlanmayandır. Xeyr, burada məsələn ü qapalıdır, dodaqlanandır. 2 səhvdir. İh samiti yoxdur burada. K, y kimi deyilir. Çünki özündən sonra sayt gəlib. Samitlərdən 3-ü cingiltili, r, y, n, bəli, r, y, n cingiltilidir. Ç kardır, 4 düzdür. 3 qarşılığı olmayan samit vardı. R-dır, bir də n-dır. 3 yox, 2 qarşılığı olmayan samit var. Demək, cavabımız olmalıdır 1, 4, bir də 3-cü fikirdə İh samitinin cingiltili qarşılığı var deyir. Bəli, o zaman düzdür. İh samitinin özü yox, cingiltili qarşılığı. İh samitinin cingiltili qarşılığı nədir? Y-dır. Ona görə 3-ü də doğru olaraq götürürük. 1, 3, 4. 136. Peşəkarlıq istəyi birləşməsindəki birinci tərəfin fonetik xüsusiyyətlərlə bağlı səhv fikirləri müəyyən edin. Peşəkarlıq istəyi birləşməsindəki birinci tərəfin fonetik xüsusiyyətləri ilə bağlı səhv fikirləri müəyyən edin. Sözün düzgün deyilişi
peşəkarlıq formasında deyilir. Deyilişin nə yazılışı fərqlidir, bu düzdür. Sözdə 2 r samiti var, bəli. 2 r var, çünki l-nın biri r-yə çevrildi, düzdür. G cingiltili samitdir, burada G yoxdur, ona görə 3 səhvdir. X kar samitdir, burada X yoxdur, çünki burada sondakı Q X kimi deyilmir. Özündən sonra saitdən başlayan söz gəldiyinə görə X kimi deyilir. Cavabımız olmalıdır 3 və 4. 137. Tərpənmək. Tərpənmək formasında deyilir. Qarşılığı olmayan 3 samit işlənmişdir. R, M, M. Bəli, qarşılığı olmayan 3 samit var, düzdür. Kar samitlərdən birinin qarşılığı yoxdur, səhvdir. H kar samitinin qarşılığı yoxdur. Burada da H işlənməyibdir. Eyni samit yanaşı işlənmişdir. Bəli, n-lar yanaşı işlənib ki, bildik ki, belə bir qaydamız var ki, n samitindən sonra m, b gəlirsə, n, m kimi tələffüz olunur. Düzdür. G samitinin kar qarşılığı işlənmişdir. G samitinin kar qarşılığı X-dır. Burada Y samitinin kar qarşılığı olan İh işlənibdir. Saitlərdən hamısı incə və qapalıdır. Ə saiti incədir, amma qapalı yox, açıqdır. Demək cavabımız olmalıdır 1 və 3. 138. Yaxınlaşdıqca. Sözün düzgün deyilişi yaxınlaşdıqca formasındadır. Kar qarşılığı olmayan n və l. Baxın, burada l yoxdur. Yəni deyilişə baxmalıyıq, ona görə biri götürürük. Bir uzanan sait səs vardı, xeyr. Burada uzanma hadisəsi yoxdur, 2-yi də götürürük. Samitlərdən 3-ü kar, demək x kardır, ş kardır, x kardır. Bəli, 3 dənəsi kardır, 5-i cingiltili 1, 2, 3, 4, 5. 5 də cingiltilidir. 3 düzgün fikirdir. 3 açıq, 2 qapalı sait vardı. 3 açıq. Demək, açıqlar hansılardır? A. 3 dənə açıqdır. 2 qapalı. I qapalıdır. Demək, bu düzgün fikirdir. Deyilişi ilə yazılışı fərqlənir. Bəli, fərqlənir. Bizdən səhv fikirlər istəyir, ona görə cavabımız olur 1, 2. Ürəklə. Ürəklə. Deyilişi ilə yazılışı fərqlənmir, səhvdir, fərqlənir. Bütün samitlər cingiltilidir. Məsələn, İh samiti var ki, kardır. 3 cingiltili samitin kar qarşılığı yoxdur. R, N. Düzgün fikirdir. Demək, bizdən nələr istənir? Səhvlər istənir. Bütün samitlər cingiltilidir. Bu fikirdə səhv oldu. 3 cingiltili samitin kar qarşılığı yoxdur. Bu düzdür. Vurğusu ürəklə, bəli, ikinci icadadır, düzdür. Yazılışınla tələffüzü arasında 2 yox, 3 fərqli məqam var. Çünki K həm İh kimi deyilir, həm də L, nəm formasında tələffüz olunur. 3 fərqli məqam olur. Cavabımız olmalıdır 1, 2 və 5. 140. Korrektor. Korrektor. Düzgün fikirlər istəyir. Ahəng qanununa tabi deyil. Bəli, çünki həm qalın, həm də incə var. Biri götürürük. Saitlərdən biri uzun tələffüz olunur. Xeyr, burada uzanma hadisəsi yoxdur. 3 hecalı sözdür. Bəli, sözdə 3 dənə sait var. 3 hecalıdır. Qarşılığı olmayan 3 samit işlənmişdir. Bəli, r-ların qarşılığı yoxdur. Demək, 3 düzdür. Bir hecanın tərkibində dodaqlanmayan qalın sait vardı. Bir hecanın tərkibində dodaqlanmayan qalın. Bəli, korrektor. İlk hecada A qalındır və dodaqlanmayandır. Düzgün fikirdir. Vurğu son hecadadır. Korrektor. Vurğu son yox, ikinci hecadadır. Cavabımız olur 1, 3, 4. Şapalaq. Şapalaq. Yazılışı ilə deyilişi fərqlənir. Bəli, fərqlənir. Bir düzgündür. Saitlərin hamısı qalın, dodaqlanmayan açıqdır. 2 düzgündür. Samitlərin ikisi cingiltili. Xeyr, burada bizə l cingiltilidir. 3 səhvdir. Ahəng qanunu pozulub. Xeyr, pozulmayıbdır. Hamısı qalındır. Kar samitdən başlayıb, kar samitdən bitir. Bu da doğru fikirdir. Demək, cavabımız olmalıdır 1, 2 və 5. Həyəcanla. Həyəcanla.
Düzgün fikirləri müəyyən edin. Səsin sayı hərfin sayına bərabərdir. Səhv fikirdir. Çünki burada la nam formasında deyilir. 2 qalın, açıq, alar qalındır, açıqdır. 2 incə açıq sait səs vardır. Bəli, ələr də incədir, açıq səslərdir. 2 düzdür. 4 samit səsin qarşılığı yoxdur. H, 1, N, 2, 3 dənə də N. Bəli, 4 dənəsinin qarşılığı yoxdur. 3 də düzdür. Ahəng qanunu gözlənilmişdir. Səhv fikirdir, çünki sözdə həm qalın, həm də incə saitlər vardı. Ahəng qanunu gözlənilməyibdir. Yazılışı ilə deyilişi fərqlənir. Bu düzgün fikirdir. Cavabımız olmalıdır 2, 3 və 5. 143. Məhsuldarlıq. Məhsuldarlıq. Səhv fikirlər istəyir. Orfoqrafiyası ilə orfoepiyası eyni deyil. Bəli, sondakı lıq şəkilçisi rıq formasında tələffüz olunur. Bu düzgün fikirdir. Qarşılığı olmayan 5 samit səs vardı. Görək hansılardır? M, H, L, R, R. Bəli, bu da düzgün fikirdir. 6 cingiltili 2 kar samit vardı. Xeyr, bu səhvdir. Baxın, burada H, S və X. 3 kar samit var, 3 səhvdir. Ahəng qanuna tabidir. Xeyr, çünki sözdə həm qalın, həm incə saitlər var. Bir incə uzun sait vardı. Burada incə sait var, amma uzanan sait yoxdur. Cavabımız 3, 4 və 5 olur. Mehribanlıq. Demək, sözün düzgün deyilişi mehribanlıq formasındadır. Yazılışı ilə tələffüzü fərqlənir, düzdür. Ahəng qanunu ikinci hecada pozulubdur. İkinci hecada yox, üçüncü hecada. Çünki birinci hecada, ikinci hecada incədir, üçüncü heca qalındır. 2 səhvdir. Qarşılığı olmayan bir kar samit səs var. Bəli, H. 5 cingiltili bir kar samit var. Səhvdir. Burada H və X kardır. 2 kar samit var. Cingiltili samitdən başlayıb, bəli, M-dan başlayır, kardan bitir. Bu düzdür. Demək, bizdən burada düzgün fikirlər istəyirdi. 1, 3 və 5. Prodüser. Prodüser sözü prodüser. Düzgün fikirləri müəyyən edin. Yazılışı ilə deyilişi arasında bir fərqli məqam var. Bəli, o, A kimi deyilir. Bu düzgündür. 2 dodaqlanan sait işlənmişdir. Xeyr, o aya çevrilir. Bir sədəndən dodaqlanan sait işlənib. 2 kar, burada P-dan S kardır. 3 cingiltili R, D, R. Düzgün fikirdir. 3 hecalıdır. Bəli, 3 sait var, 3 hecalıdır. Vurğu ilk hecaya yox, prodüser. İkinci hecaya düşür, ona görə 4 səhvdir. Qarşılığı olmayan 2 samit işlənmişdir. R və R. Demək, cavabımız olmalıdır 1, 3, 5. Potensial. Demək, səhv fikirləri müəyyən edin deyir. Yazılışı ilə deyilişi arasında 2 fərqli məqam var. O, A kimi deyilir, İdən A-nın arasına da Y artırılır. Bu düzgün fikirdir. Səs düşümü müşahidə olunur. Səs düşümü yox, səs artımı müşahidə olunur. İdən A-nın arasına Y artırılır. Saitlərdən biri dodaqlanandır. Xeyr, burada dodaqlanan sait yoxdur. O, aya çevrilibdir. 4 hecalıdır. Bəli, 4 sait var, 4 hecalıdır. Potensial. Vurğu da son hecadadır, düzdür. Hər hecanın tərkibində kar samit var. Potensial. Səhv fikirdir, çünki axırıncı hecada kar samit olmadı. Demək, cavabımız olmalıdır 2, 3, 5. Demokratiya. Demokratiya. Düzgün fikirlər istəyir. Dodaqlanan sait səs işlənməmişdir. Bəli, burada dodaqlanan sait səs yoxdur. Həm açıq, həm də qapalı saitlər işlənmişdir. Bəli, məsələn, E açıqdır, E qapalıdır. Düzdür. Sözün yazılışı ilə deyilişi fərqlənir. Üçüncü hecadakı A saiti uzun tələffüz olunur. Xeyr, burada uzanma hadisəsi yoxdur. Vurğu sözün 3-cü hecasındadır. Demokratiya. Bəli, demokratiya. Vurğu həqiqətən də 3-cü hecadadır. Cavabımız olmalıdır 1, 2 və 5.
148. Səbirlə. Səsin sayı hərfin sayından çoxdur. Bəli, çünki lə, nəm formasında tələffüz olunur. Düzdür. Samit səslərdən ikisinin kar qarşılığı yoxdur. İkisinin yox, üçünün. R, n. Sait səslərdən heç biri uzanmır. Bəli, bu sözdə uzanma yoxdur. Səs düşümü müşahidə olunur. Xeyr, əslində səs artımı müşahidə olundu. İncə saitlərin ahəngi vardı. Bu da düzdür. Cavabımız 1, 3 və 5. Bənövşə necə yazılır? Yazıldığı kimi də tələffüz olunur. Yazılışı ilə tələffüzü fərqlənmir. Bəli. 6 səs 7 hərfdən ibarətdir. Səhvdir. Bir kar. Burada ş kardır. B, n, v cingiltildir. Düzdür. Ə incə dodaqlanmayan açıq. Ö incə dodaqlanan açıq saitdir. Düzdür. Vurğu sözün ilk hecasındadır. İlk yox, bənövşə son hecasındadır. Demək cavabımız olmalıdır. 1, 3, 4. Aqronom. Aqronom. Düzgün fikirlər müəyyən edin. Yazılışınla deyilişi fərqlənmir deyir. Əslində fərqlənir. 7 səs 7 hərfdən ibarətdir. 2. Saitlərdən ikisi dodaqlanmayan, bəli, ikisi dodaqlanmayandır. Açıqdır, qalındır. Biri dodaqlanan, açıq, qalındır. Demək, 2-yi də götürürük, 3-ü də götürürük. Samitlərin hamısı kar qarşılığı olmayan cingiltili samitlərdir, səhvdir. Çünki burada q qarşılığı olan cingiltili samitdir. 3 hecalı sözdür. Bəli, 3 dənə sait var. Demək ki, 3 hecalı sözdür. Cavabımız olmalıdır. 2, 3 və 5. 151. Poliqrafik demək, o, a kimi deyilir. Düzgün fikirlər istəyir. Yazılışınla tələffüzü fərqlənir. Bəli, fərqlənir. O, a kimi deyildi. O dodaqlanan, burada o yoxdur, ona görə təhlil eləmirik. Hərf və səslərin sayı bərabərdir. Bəli, yazılışla deyiliş arasında fərq olsa da, say baxımından bərabərdir. Vurğu sözün son hecasındadır. Poliqrafik, bəli, həqiqətən də son hecadadır. Tərkibindəki bütün saytlar açıqdır. Xeyr, məsələn, burada i qapalı saytdır. 1, 3, 4. Sərtləşmək. Sərtləşmək formasında deyirik. Səhv fikirlər istəyir bizdən. R-lı, burada l yoxdur, ona görə biri götürürük. Kar samitdən başlayıb, kar samitdən də bitir. Bu düzgün fikirdir. Cingiltili samitlərin kar qarşılığı yoxdur. Səhv fikirdir. Məsələn, burada d var, d-nın kar qarşılığı var. T kar samitdir. Bəli, t kar samitdir. Cingiltili qarşılığı d samitidir. Düzdür. Ahəng qanunu gözlənilmişdir. Bəli, bu sözdə ahəng qanunu gözlənilir. Bu da düzdür. Demək, cavabımız olmalıdır 1 və 3.